Space xəbərə baxırsınız. Endirim fırıldağı yoxsa işçi məsuliyyətsizliyi? Endirim vitrində var, kassada yox. Şəbəkə marketlərdə bəzi alıcılar məhsulu endirimli qiymətə seçsələr də ödəniş zamanı qəbzdə fərqli məbləğin hesablandığını görürlər. Bu texniki səhvdir yoxsa istehsalçıların hüquqlarını pozan hal? Mövzunu araşdırmışıq, gəlin birlikdə izləyək. Onlar deyib ki, yəni biz endirim eləmişik, amma sonradan onu yazmamışıq. Və bu doğrudan da böyük market şəbəkəsi idi o da. Və biz narazılığımızı bildirdik. Tamamilə. İnanın ki, bəlkə də yoxlamırıq, bəlkə də tez-tez rastlaşırıq, ancaq çox vaxtı yoxlamırıq. Endirim müddəti bitib, məhsulun qiyməti səhv düşüb. Marketlərdə kasser, satıcı və alıcılar arasında tez-tez istifadə olunan və rast gəlinən sözlərdir. İkisinin üstündə qiymət 1.75-dir, hansı ki endirimə düşüb. Burada isə kassiya aparıb ödəyəndə isə 2.59 çıxılır. Hansı ki, nə buradakı qiymət endirimə düşməmişdən əvvəlki qiymət, nə də endirimə düşən qiymətlə uyğun gəlmir. Məhsul rəfdə endirimli qiymətə təqdim olunur. Alıcı da məhsulun endirimli olduğunu görüb alış-veriş edir. Lakin sonradan qəbzə baxdıqda nəinki endirimin tətbiq edilmədiyi, hətta məhsulun köhnə qiymətdən də baha hesablandığı məlum olur. Endirimdə olan məhsulu ona kassada baha qiymətə satıldığını görən alıcı buna reaksiya verərsə, yalnız bu halda satıcılar həmən endirimli məhsulların müddətinin başa çatdığını və yaxud da qiymətlərinin səhv düşdüyünü alıcıya inandırmağa çalışırlar. Daha çox da belə qayda pozuntuları şəbəkə marketlərdə yaşanır. Daha çox alış-veriş edən müştərilər marketlərin bu fırıldağından bəzi hallarda məlumatsız olur. Müştərilərin əksəriyyəti bunu işçilərin diqqətsizliyi və qiymət etiketlərinin vaxtında yenilənməməsi ilə əlaqələndirsə də, bəziləri isə belə halların təkrarlanmasını istehlakçıların aldadılması kimi qiymətləndirirlər. Vitrində biz onu görmüşük, bu qiymətədir. Biz onu vurandan sonra biz onun çekinə baxmışıq ki, başqa qiymətdir. Azalanda tez bilinir, bəli, çəkə baxırsam, amma bəzən çoxalanda heç baxmıram, əhəmiyyət vermirəm, sonra ucu bilinir ki, hə. Olur, hərdən bir olur. Yenə də keçən dəfə olub belə. Qalmış, həm çek qalıb, hər şey qalıb, qaytarmamış olub. Bəs rəfdə endirimli qiyməti olan məhsulların kassada necə olur ki, fərqli qiymətə satış həyata keçirilir? Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynovun sözlərinə görə satışda olan məhsulun qiyməti rəfdə necə göstərilibsə, alıcıya da həmin qiymətə satılmalıdır. Bir mənalı şəkildə məqsəd istehlakçını aldatmaqdır. Dövlətin biznes qurumları üçün yaratdığı toxunulmazlıq, rahatlıq, yoxlanılmazlıq şəraitindən sui-istifadə istehlakçıların soyulması məsələsidir. Əgər istəyirlərsə ki, istehlakçılar bu sayədə aldatmasınlar, dünyanın yüzlərin ölkəsində avtomatik qiymət dəyişmə rejimi olan bir qiymət tabloları var. Kompüterdən qiymətini qoyursan, öz-özünə avtomatik dəyişir. Əllə gedib dəyişmək lazım olur. Buyursunlar, onu eləsinlər. Bəs istehlakçıların bu formada aldadılmasına görə sahibkarlıq subyektini hansı hüquqi məsuliyyət gözləyir? Antisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məsələ ilə bağlı bildirildi ki, İstehlakçı məhsul alarkən vitrin və kassa qiymətləri arasında fərqlə qarşılaşdığı halda mağaza rəhbərliyinə müraciət edərək məhsulun vitrində göstərilən qiymətlə satılmasını tələb etmək hüququna malikdir. İnzibati xətalar məcəlləsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın hesabına dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir. Qurumdan o da bildirildi ki, vətəndaşlar bu kimi hallarla qarşılaşdıqları zaman Antisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi və elektron poçt vasitəsilə müraciət edə bilərlər. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.